Salam yoldaşlar və dövlət qulusları. Bugün mən sizə 2025-ci ildə Azərbaycanda baş vermiş ən mühüm hadisələri qeyd edəcəm. Və mühüm hadisələr çoxdur. Əsas bu da bizim prezidentlə bağlı məsələlər daha çoxdur və yanvardan necə bu günə kimi gələcəm. Və ilk öncə gəlin nəyə baxaq ki, İlham Əliyevin 13 yanvar tarixində Birləşmiş Ərəb Əmirlikləri səfəri. Bu İlham Əliyevin ümumiyyətlə 2025-ci il isə ilk səfəridir. Və bir şey qeyd edirəm ki, 2025-ci il Azərbaycanda konstitusiya və suverenlik ili elan olunmuşdur. Və daha sonra isə bu Gürcüstanın baş nazirinin Azərbaycana ilk səfər məsələsi Azərbaycan 2025-ci ildə Azərbaycana ilk səfərlər götürsək, Gürcüstanın baş nazirini götürəcək ki, Azərbaycana gəlməsi məsələsi. Daha sonra isə İlham Əliyevin yenə hər il yanvar ayının axırında İsveçrədə Davos sammitinə gedir və Davos sammitində 21 yanvar tarixində olmuşdu və səfər zamanı İsrailin prezidenti, İraqın prezidenti, Almaniyanın kansleri və Ukrayna prezidentləri ilə görüş keçirmişdi. Daha sonra isə 29 yanvar tarixində bir saylı seçki məntəqəsində səs vermişdi və xatırlatma verək ki, 2025-ci il 29 yanvar tarixində Azərbaycanda bələdiyyə seçkiləri keçirilmişdi və ilk bələdiyyə seçkiləri 1999-cu dekabr ayında keçirilib. Növbəti məsələ keçək ki, 12 fevral tarixində Somali prezidentinin Azərbaycana rəsmi səfəri. Daha sonra isə 18 fevral tarixində isə siz məsəl üçün bəzi şəxslər ayın tarixlərini bilsə daha yaxşı olar, yəni soruşula bilərlər. Və bu məqsəd belə ki, bu həm dövlət qulunun müsahibə mərhələsi ilə bağlıdır, həm də vergi ilə bağlıdır. Vergi verən şəxslər ayın tarixini daha bilsələr daha yaxşı olar. Dövlət qulunun müsahibə mərhələsini verən şəxslər isə ümumi baş vermiş ilin hadisələri qeyd etsələr, ay və yaxud da aylar üzrə gedəcək kifayət edəcəkdir. Yəni tam bəzilərinin tarixini bilməyə ehtiyac yoxdur. Məsəl üçün fevral ayı desəz kifayət edər ki, İlham Əliyev Ağdam regional rəqəmsal idarəetmə mərkəzi və təlim tədris kompleksinin açılışında iştirak edib. Digər məsələ keçək ki, İlham Əliyev 19 fevral tarixində Xankəndidə Bulud Otelinin açılışında iştirak edibdir. Daha sonra isə 20 fevral tarixində İlham Əliyev Artur Rasizadə deyil yoldaşlar, ehtiyat olun, Rasizadəyə Heydər Əliyev ordeni təqdim edibdir və Heydər Əliyev ordeni ən axırıncı bu il 2025-ci il 20 fevral tarixində Artur Rasizadəyə verilibdir və ilk dəfə olaraq isə İlham Əliyevə verilmişdir. Daha sonraki digər məsələ keçək ki, Pakistanın baş nazirinin 24 fevral tarixində Azərbaycana rəsmi səfəri və Məhəmməd Şahbaz Şərifidir. Bəzi ölkəni gördünüz ki, prezidentlərinin adlarını bilməyə ehtiyac yoxdur, amma bunu soruşulurlar. Sonra 27 fevral tarixində Gvineya Bissau prezidentinin Azərbaycan rəsmi səfəri. Daha sonra isə 5 mart tarixində demək Azərbaycan Respublikasının prezidentinin Türkiyə səfəri zamanı Azərbaycan Türkiyə prezidentləri İzdir Naxçıvan qaz kəmərinin video bağlantı formatında açılış mərasimində iştirak ediblər. Daha sonra isə 11 mart tarixində Makedoniya prezidentinin Azərbaycana səfəri. Digər məsələ keçək ki, 13 mart tarixində Bakıda 13 Mart tarixində Bakıda dünya düzəninin yenidən düşürülməsi, çağırışların fürsətə çevrilmə mövzusunda 12-ci qlobal Bakı forumu işə başlamışdı. 18 Mart tarixində İlham Əliyev və birinci xanım Mehriban Əliyevə Ağdərənin Həsənric kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırır. Yəni xatırlatma verim ki, hələ cənab prezident 2020-ci ildən bu tərəfə bir rayonumuzu işğaldan azad olmuş illərdə deyim ki, bu Novruz tonqalını alovlandırır. Daha sonra isə İlham Əliyev Sahibə Qafarovə Şərəf ordenini təqdim edibdir. Daha sonra isə Şəfiqə Məmmədovaya İstiqlal ordenini təqdim edibdir. Sonra Almaniyanın prezidenti 2 aprel tarixində, yəni adını bilsəz olar, bilməsəz olar, Frank Walter Steinmeierin rəsmi səfəri məsələsi. Sonra 22 aprel tarixində İlham Əliyev Çin Respublikasının dövlət səfərinə gedibdir və bu səfər zamanı Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir. Onu xatırlatma verək. Və daha sonra isə İlham Əliyev Bakıda müqəddəs
Məryəm ana kilsəsində olubdur. Roma papası Fransiskin vəfatı ilə qədər başsağlığı veribdir. Daha sonra isə İran prezidenti 28 aprel tarixində Azərbaycan rəsmi qarşılama mərasimi olubdur və bunun prezidentinin adını bilsəniz daha yaxşı olardı. Məsud Pezeşkiyan və 28 aprel tarixində bunu mütləq bilməyiniz önəmli bir məsələdir. Və hətta burada Azərbaycan dilində şeir deməsi məsələsi də var idi. Daha sonraki digər məsələ ki, 7 may tarixində Vyetnam Sosialist Respublikası Komünist Partiyasının Mərkəzi Komitəsinin baş katibinin Azərbaycan rəsmi səfəri. Sonra 10 may tarixində İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinin açılışında iştirak edibdir. Sonra may ayında bir də sizə xatırlatma verim ki, Azərbaycanda keçirilən mini futbol dünya çempionatı keçirilib və Azərbaycan həmin mini futbol dünya çempionatında dünya çempionu olur. Və sonra 10 may tarixində İlham Əliyev birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Sonra 15 may tarixində Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısının açılış mərasimində prezidentin iştirak məsələsi. Sonra 28 may tarixində ən mühüm hadisələrdən biri Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi olması. Gördüyünüz kimi açılışda Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirak etməsi və bir şey də xatırladaq ki, bu Qarabağda açılmış 3-cü aeroportdur. Birinci aeroport 2021-ci ilin oktyabrında Füzuli, ikinci aeroport 2022-ci ilin oktyabrında Zəngilan və nəhayət 3-cü aeroport 2025-in 28 may tarixində Laçın. Sonra prezidentin 19 iyun tarixində Türkiyə səfəri məsələsi və Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılış mərasimi keçirilibdir. Və bir dənə maraqlı bir şey deyim ki, orada cənab prezidentə Qarabağın Fatihi deyə adlandırılmışlar. Digər məsələ keçək ki, bu 8 noyabr 24 iyun tarixində Mingəçevirdə 8 noyabr elektrik stansiyasının açılış mərasimi keçirildi. Digər məsələ keçək ki, 2 iyul tarixində İlham Əliyev Özbəkistan prezidenti Şəfqət Mirzəyevlə təkbətək görüş keçirib, yəni Şəfqət Mirzəyevin Azərbaycana gəlməsi və bu zaman İlham Əliyev və Özbəkistan Respublikasının prezidenti Şəfqət Mirzəyev Bakıda Özbəkistan parkının təməlini qoydular. Yəni yaxın zamanlarda deyək də, yəni bir neçə ilə Azərbaycanda Özbəkistan parkının açılışı olacaqdır. Növbəti məsələ keçək ki, deməli 3 iyul tarixində Azərbaycan və Qırğızstan prezidentləri Ağdam rayonunun Xıdırlı kəndinin birinci məhəlləsinin açılışında iştirak ediblər. Daha sonra isə ən mühüm tədbirlərdən biri bu ilin 4 iyul tarixində deməli İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşünün Azərbaycanda keçirilməsi məsələsidir və bu zirvə görüşdə də gördüyünüz kimi çoxlu dövlət və hökumət başçılarının gəlməsi. Daha sonraki məsələlərimizə keçək ki, 10 iyul tarixində prezidentin belə qeyd edək ki, yenidən Birləşmiş Ərəb Əmirlikləri səfəri və burada Əbu-Dabidə baş nazir Nikol Paşinyanla görüş keçirib və bu İlham Əliyevin belə desək ki, Nikol Paşinyanla 2 dəfə olaraq, yəni heç kim vasitəsi olmadan təkbətək görüşlər keçirməsi məsələsi idi. Sonra 17 iyul tarixində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlibdir və burada həmçinin o Şuşada da olur və Şuşada Cıdır düzündə olublar. Daha sonraki məsələ keçək ki, 19 iyul tarixində 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları arasında görüş keçibdir və həmçinin bir şey də xatırlatma verək ki, bu il mətbuatımızın 150 illiyi, 22 iyul tarixində 150 illiyi. Daha sonra ABŞ, Azərbaycan və ABŞ prezidentləri həmçinin Ermənistan baş nazirinin Ağ evdə mətbuat bəyanında çıxış ediblər 8 avqust tarixində. Bu 8 avqust tarixində sülh müqaviləsinin paraflanması məsələsi həll olundu. Sülh müqaviləsinin paraflanması məsələsi və burada qərara gəldi ki, artıq ATƏT-in Minsk qrupunun dayandırması məsələsi və o da 1 dekabr tarixində artıq öz fəaliyyətini rəsmi şəkildə dayandırdı. Daha sonraki məsələ keçək ki, 22 avqust tarixində İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri təkbətək görüşü gedib, Türkmənistan səfəri olur 22 avqust tarixində və 1 sentyabr tarixində prezident Çinin Tianjin şəhərində. Şəhərin adı bir məsələdə Çinə səfəri Şanxay Əməkdaşlıq Təşkilatı, şərt birliyi Şanxay Əməkdaşlıq Təşkilatı polis formatında görüş keçiribdir
Və həmçinin bu görüş zamanı məsələn prezident Azərbaycan dövlət də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edir və qəbul eləmirlər. Hindistan buna qarşı çıxır və burada həmçinin bunu Yapon işğalına qarşı, yəni 2-ci Dünya müharibəsinin qurtarması hələ 9 mayda qurtarsa belə asteda davam edirdi. Sentyabrın əvvəlində və 2-ci Dünya müharibəsinin qələbəsinin 80 ildönümünə həsr olunmuş keçirilmişdi. O paradda iştirak edilməsidir. Daha sonra isə deməli 16 sentyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin bu prezidentinin Azərbaycana səfəri məsələsi Şuşa rayonunda Daşaltı kəndində olur, şəkil çəkdirirlər. Həmçinin Qarabağda atlar şousunu izləyirlər. Bu məsələ olur. Digər məsələ ki, 20 sentyabrda Ruandanın prezidentinin Azərbaycana gəlməsi və həmçinin o Asan xidmətdə də gedib Asan xidmətlə tanış olmuşdu. Digər məsələ keçirik ki, İlham Əliyevə birinci xanımın Mehriban Əliyevanın BMT-nin Baş Assambleyası 80-ci sessiyası ilə qədər rəsmi qəbulda iştirak etməsi 24 sentyabr tarixində və bu ABŞ-a ikinci səfəridir və həmçinin bundan əvvəl 80-ci sessiyası, bundan əvvəl isə 72-ci sessiyada, yəni 8 il bundan əvvəlki sessiyasında iştirak etmişdi və həmçinin burada cənab prezident özü də nitq söyləmişdi və nitq zamanı həmişə bildirmişdi, mən müharibədən qeyd edirəm, indi isə dostluqdan danışacağam. Digər məsələ ki, 27 sentyabr anım gününə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqə sükutla yad edilməsi məsələsi bu da Gəncə şəhərində olmuşdu. Həmçinin Gəncədə o memorial abidənin açılışında da iştirak eləmişdi. Və 27 sentyabr İlham Əliyev Gəncədə şəhər stadionunun açılışında iştirak edir və 28 sentyabr tarixində Mehriban Əliyevə birlikdə 3-cü MDB oyunlarının təntənəli açılış mərasimində iştirak ediblər. Və 3-cü MDB oyunları 28 sentyabr, 8 oktyabr tarixlərini əhatə edibdir. Birinci MDB oyunları xatırlatma verim ki, 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirmişdi. İkinci MDB oyunları 2023-cü Belarusiyanın Minsk şəhərində, üçüncüsü isə Azərbaycan Gəncə şəhəri və ətraf şəhərlərində keçirildi. Əsas Gəncə götürüldü və bir dənə xatırlatma verim ki, 184 medal qazanmaqla ümumilikdə ikinci yerdə başa vurduq biz. Həmçinin burada Kubadan, Pakistandan, Türkiyədən idmançılar da iştirak edirdi. Daha sonraki digər məsələ keçək ki, İlham Əliyev İtaliya prezidenti Sergio Mattarella ilə təkbətək görüşü 30 sentyabr tarixində və onun Azərbaycana səfəri İtaliya prezidentinin və səfər zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpusunun açılışında olmasıdır. İtaliya-Azərbaycan və xatırlatma verək ki, ən axırıncı açılmış universitet kimi düşdüyü tarixə bu il olaraq və bu universitetin təməlinin qoyulması 2020-ci ildə prezidentin 20-ci ilin əvvəlində İtaliya rəsmi səfəri zamanı təklif olunmuşdu və təklif də qəbul olunmuşdu. Digər məsələ ki, 2 oktyabr tarixində İlham Əliyev Avropa Siyasi Birliyin 7-ci zirvə görüşü. Xatırlatma verək ki, bayaqlar qeyd etdim ki, 6-cı zirvə görüşü Albaniyanın Tirana şəhərində idisə, 7-ci zirvə görüşü Danimarkanın Kopenhagen şəhərində keçirilmişdi. Və 7 oktyabr tarixində Qəbələdə Türk Dövlətlər Təşkilatının bu baş şurasının 12-ci zirvə görüşü keçirildi. Həm zirvə görüş zamanı Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formada təməli qoyulubdur. Digər məsələ keçək ki, bu prezidentin 9 oktyabr tarixində Tacikistanın Düşənbə şəhərində olmuşdu, paytaxtıda və burada Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş məsələsi olmuşdu. Biz bunu niyə görə vurğulayırıq? Belə qeyd edək ki, 2024-cü il dekabr ayında Azərbaycan təyyarəsinin Rusiya tərəfindən bilinmədən vurulması məsələsi və burada Vladimir Putin özü də söhbət əsnasında bildirir ki, biz Ukrayna dronlarının bizim xəttimizi keçməsini bildirir, Rusiya xəttini keçməsini bildirirdi. Səhvən bunu Ukrayna dronu olaraq biliblər, ona görə vurublar. Sağlığı verir, üzrxahlığını diləyir və bu məsələni tam aydınlaşdırdığını bildirir və yəni ki, əsas odur ki, Rusiya və Azərbaycan arasında olan qaranlıq məsələlərinin aradan götürülməsi üçün. Və bundan əvvəl ilk dəfə Çində bir-birinə salamlaşmışlar, amma burada isə tam ətraflı görüş oldu. Daha sonra isə həmin bu İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçısı Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki Millət Sarayına gəlibdir 10 oktyabr tarixində. Və İlham Əliyevin yaxın şərqdə sülh sammitində iştirak edir 13 oktyabr Misirdə. Misirdə yaxın şərq sülh sammitində iştirak edir və gördüyünüz kimi burada ABŞ-ın prezidenti dəvət olunur və orada da yenə də cənab prezidentimiz də dəvət olunurdu
bu sülh müqaviləsi ilə bağlanır. Əsas İsrail-Fələstindən bağlı olan məsələlərdir. Azərbaycan da orada dəvət olunur. Digər məsələ keçək ki, İlham Əliyev Eyyub Yaqubova İstiqlal ordeni təqdim edirdi. Sonra İlham Əliyevin 28 oktyabr tarixində Cəbrayılın Xorovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edir. Yoldaşlar, bu niyə görə vurğulayıram? 28 oktyabr, yəni oktyabrın axırı prezidentin rayon olaraq Azərbaycanda daxili səfəri ən axırıncı bura olur. Söhbət gedir 2025-ci ilin 14 dekabr tarixində. Yəni ola bilər ki, 15 dekabr tarixində cənab prezident başqa yerə gedə bilər, ola bilər. Amma 14 dekabr tarixinə kimi prezidentin bu Cəbrayıl Xorovlu kəndi, həmçinin Zəngilanın İnci Ağalı kəndində də açılışında olması məsələsidir. Və 3 noyabr tarixində Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirildi. Sonra və ən mühüm hadisələrdən biri 7 noyabr tarixində Azərbaycan Respublikası cənab prezidentimiz 2 nəfərə milli qəhrəman statusu verir. Qurbanov Vaqif Bəxtiyaroğluna baş leytenant idi ölümündən sonra və bu Qurbanov Bəxtiyar Vaqifoğlu Qurbanov Vaqif Bəxtiyaroğlu deməli Azərbaycanın ilk hərbi təyyarəçisi olur. Bunu qeyd etmək lazımdır və Teymur Pəncəli Nurməmmədoğlu Nurməmməd Gizroğlu isə ölümündən sonra milli qəhrəman statusu verir və Azərbaycanda milli qəhrəmanların sayı artıq 224 nəfər olur. Digər məsələyə keçək ki, deməli İlham Əliyev birinci xanım Mehriban Əliyev Bakıdakı Zəfər abidəsini ziyarət ediblər və Zəfər muzeyinin açılışında iştirak ediblər 8 noyabr tarixində və ən mühüm hadisələrdən biri Bakıda Vətən müharibəsinin qələbəsinin 5-ci il dönümünə həsr olunmuş hərbi parad keçirdilər. Bu da 8 noyabr tarixində. Bu hərbi paradda, yəni gördüyünüz bayraqlardan görünür ki, Azərbaycan Respublikasına yanaşı Türkiyənin prezidenti və Pakistan baş nazirinin iştirak eləməsi bu hərbi paradda. Digər məsələ keçək ki, deməli 16 noyabr tarixində İlham Əliyev Mərkəzi Asiya dövlətlər başçısının 7-ci məşvərət görüşündə çıxış edibdir. Bu da Özbəkistanda keçirilir 16 noyabr tarixində. Sonra İlham Əliyev Slovakiyanın prezidenti ilə təkbətək görüşü keçirir və 8 dekabr tarixində və prezidentin bu il bir daha deyirəm ki, 14 dekabr tarixinə əsasən ən axırıncı səfər elədiyi ölkə Slovakiya oldu. Slovakiya olub. Yəni ola bilər ki, bu 15 dekabr və ilin axırına kimi bir neçə yerə də gedə bilər və yaxud da getməyə bilər. Amma əsasən ilin axırında Rusiyaya gedirlər, Sankt-Peterburq şəhərində bu MDB-nin qeyri-samit görüşündə iştirak edirlər. Yoldaşlar, hər birinizə boluca uğurlar arzulayıram və növbəti yenidə mən sizə yeni bir videoları təqdim edəcəm. Diqqətinizə görə təşəkkür və hər birinizə uğurlar arzulayıram. Nə suallarınız olarsa, biz aşağıda nömrəmizi qeyd edəcəyik, oraya müraciət edə bilərsiniz. Təşəkkürlər. Çox